Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın kulisaza müsahibəsi geniş reaksiyaya səbəb olub. O bildirib ki, müğənni Rüfət Axundov və aktor Nicat Rəhimov onların yaxın qohumları olsa da, ailə ilə maraqlanmırlar və heç vaxt gəlib hal-əhval tutmayıblar. Stat: Onlardan istədiyim diqqəti görmürəm. Heç bu evə addım da atmayıblar. İstəyərlər zəng vurarlar, axtararlar, istəməzlər axtarmazlar. Nicat elə bizim evdə böyüyüb. Zəng vururam, cavab vermir, əsəbləşirəm. Rüfətə yazıram, Yaşarın şəkillərini göndərirəm, yazır ki, Allah rəhmət eləsin. Çox soyuqdular, çox. Ancaq mən onları çox istəyirəm, oğlum bilirəm. Yaşar mənə milyonlar qoyub getməyib. Qlobal İnfaz adı çəkilən şəxslərin fikirlərini öyrənməyə çalışıb. Zəngimizə cavab verən müğənni Rüfət Axundov Bakıda olmadığını deyib. Stat: Hazırda istirahətdəyəm, danışa bilmirəm. Rəhimə Nuriyeva elə deyibsə, Allah kömək olsun. Statın sonu. Aktyor Nicat Rəhimovla isə əlaqə yaratmaq mümkün olmayıb. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.